Burada hazırda hər hansı bir toy keçirilmir. Sadəcə restorandan gələn səsdir ki, bütün ətrafa yayılıb. Demək olar ki, evdə oturmam mümkün deyil səsdən. Sizindir bura? Yox, mən deyil, dayandı. Çək içə nə qardaş? Mən də çək içə. Xahiş eləməlisiz, xahiş eləməlisiz. Niyə toxunursunuz bizə? Niyə mane olursunuz bizə? Məlumat almaq istəyirik də sizdən. Ya. Suraxanı rayonu Yeni Günəşli Yaşayış Massivi Samir Cəfərov küçəsindəyik. Sakinlər ərazidəki restorandan, Çayk adlı restorandan şikayətçidirlər və bildirirlər ki, axşam saatlarına, gecə saatlarına qədər restorandan gələn musiqi səsləri onların rahatlığını pozur, yatmağa imkan vermir. Axşam saat 12-nin yarısıdır, hal-hazırda saat özünüz görürsünüz qardaş. Evində körpə uşağı olanlar var. Biri mən özüm məsəl üçün. Hal-hazırda evimdə körpə uşağım var. Havanın belə olmasına baxmayaraq adam heç pəncərəni aça bilmirsən ki, səs birbaşa evin içindədir. Uşaq yatan vaxtı var, hansı insanlar növbədən gəlirlər ki, istirahət eləmək üçün heç olmasa səsini azaltsınlar. Bəs bununla bağlı aidiyyatı qurumlara, polisə məlumat vermisinizmi? Qaynar xəttə zəng elədim, 102 qaynar xəttinə. Post patrul nəfəri gəldi. Biraz sakitçilik oldu, bir 10-15 dəqiqə. İndi post patrul gedib hal-hazırda bir müddət sakitçilik oldu. Hal-hazırda yenə davam edir bəli. Özünüz eşidirsiniz səsləri. Salam əleykum. Sizin də bura? Bir dəqiqə xaşım əlsiz. Sizindir bura? Yox, mən deyil, dayandı. Niyə belə əlində danışırsınız? Çaşışı dayandır da, çaşışı dayandır bir dənə. Niyə belə eləyirsiniz ki? Mən heç nə demirəm, çaşışı. Yox, niyə insanları narahat edirsiniz belə səs? Eləmirəm, mən fonlu vaxtımdır, şu dayandı. Sen gözün stop. Biz gəldi dayandı da. Yox, 12-nin yarısında dayanır. Xahiş edirəm. Axı bu qədər səs vermiyorlar mı 12-nin yarısında? Restoranda işləyir, xahiş edirəm, yaxşıdır. Niyə əllə danışırsınız siz? Xahiş edirəm sizdən, artıq dərəcə. Vətəndaş narazıdır, şikayət edib, qaynar xəttə bizə çağırıb. Heç nə yoxdur burada. Xahiş edirəm, yaxşıdır. Məlumat almaq istəyirik də sizdən. Ya. Bu da restoran sahibinin, nümayəndəsinin bizə qarşı münasibəti. Bizim gəldiyimizi görüb, musiqinin səsini kəsdi və deyir ki, bu qədər. Amma vətəndaş narazıdır və bildirir ki, heç bir rahatlıq yoxdur evlərində. Olar. Əgər bu Narahat eləmiyorlar insanları. kimi narahat edir ki bu? Vətəndaş narahatdır, narazıdır. Kim nə narahatdır burada? Niyə Mən də narahat? çək içə nə qardaş? Mən də çək içə. Mən çəkib eləmə. Siz özünüz müdaxilə elədiniz, ona görə biz də sizi Mən də çəkirik. sənə deyirəm ki, qardaş, bu adam yubileyin keçirir də qardaş. Xahiş eləməlisiz, xahiş eləməlisiz. Olmaz da, deyirəm toxunmaq olmaz. Deyirəm toxunmaq olmaz. Niyə toxunursunuz bizə? Niyə mane olursunuz bizə? Niyə müdaxilə edirsən? 20 dəqiqədən sonra gələrsən. Saat 12-yə qalır. Bəs bununla bağlı qanun nə deyir? Kafe, restoran və digər ictimai yaşayış obyektlərində yaranan səs-küy üçün qanunvericiliklə müəyyən edilmiş xüsusi normativlər mövcuddur. Bu normaların nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirilir. Əgər nazirlik tərəfindən keçirilən reydlər zamanı və ya vətəndaşların şikayəti əsasında aparılan yoxlamalarda səs-küyün normanı aşdığı müəyyən edilərsə, belə olan halda məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Əgər bu səs-küy və narahatçılıq mütəmadi və daimi xarakter daşıyarsa, qeyd etdiyim inzibati məsuliyyətlə yanaşı, sakinlər müəyyən qadağaların tətbiq edilməsi və mənəvi zərərin kompensasiya edilməsi barədə mümkün qaydada məhkəməyə müraciət etmək hüququna da malikdirlər.